Dövlət qulluğunun müsahibə mərhələsinə verilən suallardan birini deməli qeyd edək. Beynəlxalq hüququn neçə norması, neçə prinsipi vardır deyə sual verilir. Müasir beynəlxalq hüququn 10 əsas prinsipi norması vardır. Bunlardan 7-si BMT-nin nizamnaməsində, yəni 2-ci maddəsində öz əksini tapmışdır. Bunlar güc tətbiq etməmək və ya güclə hədd eləməmək prinsipi, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi, dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi, BMT nizamnaməsinə uyğun olaraq dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipi, dövlətlərin suveren bərabərlik prinsipi, dövlətlərin BMT nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi. Digər üçü isə Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki müşavirəsinin 1975-ci il 1 avqust tarixli yekun aktı ilə bura daha 3 prinsip əlavə olunmuşdur. Bunlar da sərhədlərin toxunulmazlığı prinsipi, dövlətlərin ərazi bütövlüyü prinsipi və insan hüquq və azadlıqlarına hörmət etmək prinsipi. Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan BMT-nin 2 prinsipini rəhbər tutur. Bunlar sərhədlərin toxunulmazlığı prinsipi və dövlətlərin ərazi bütövlüyü prinsipi. Ermənistan isə burada deməli xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipini əsas gətirir.